Salam, hamınızı xoş gördük. Gəlin bugün həyatımızı biz heç fərqində olmadan tamamilə dəyişən bir texnologiyadan danışaq. Əşyaların interneti ya da qısaca desək IoT. Gəlin görək bu sehirli dünya əslində nədir? Heç fikirləşmisiniz ki, telefonunuz kondisioneri işə sala bilər? Ya da deyək ki, maşınını siz evə çatanda qaraj qapısını avtomatik açsın. Bəlkə də elmi fantastika kimi gəlir qulağa, hə? Amma bilin ki, bu artıq bizim reallığımızdır. Bəli, bütün bu möhtəşəm əlaqəni, bu sehirli danışığı mümkün edən texnologiyanın adı elə əşyaların internetidir. Yaxşı, bəs hamı danışır bu IoT-dən. Dəqiq olaraq nədir axı bu? Gəlin biraz daha dərindən baxaq və anlayaq ki, bu texnologiya gündəlik həyatımıza əslində necə təsir edir. Deməli, baxın, işin ən sadə izahı budur. Ətrafımızdakı hər gün istifadə etdiyimiz əşyalar var ha, saatlarımız, soyuducular, hətta lampalar. Bax, onlar internetə qoşulur və bir növ ağıllanır. Məlumat toplayırlar, bir-birləri ilə danışırlar və ən əsası bir çox işi heç bizə ehtiyac olmadan, yəni insan müdaxiləsi olmadan avtomatik özləri görürlər. Yaxşı, çox maraqlıdır. Bəs bütün bu sistem pərdə arxasında necə işləyir? Gəlin addım-addım bu prosesin içindən keçək. Baxın, bütün bu IoT sistemini 4 halqadan ibarət bir zəncir kimi təsəvvür edə bilərik. Hər şey məlumatın toplanması ilə başlayır və sonda konkret bir əmələ, bir hərəkətə çevrilir. Birinci addım, yəni zəncirin ilk halqası, sensorlar. Bu sensorlar sistemin, belə deyək, gözü, qulağı, dərisidir. Yəni, onun hissiyat orqanlarıdır. Məsələn, otağın temperaturunu ölçürlər ya da qapının açıq bağlı olduğunu, hərəkət olub-olmadığını qeydə alırlar. Sonra gəlir ikinci addım. Bu toplanan məlumatlar, yəni o rəqəmlər, siqnallar bir şəkildə sistemin beyninə çatmalıdır, düzdürmü? Bax, bu ötürülmədə adətən Wi-Fi, Bluetooth ya da bildiyimiz mobil internet vasitəsilə baş verir. Və budur üçüncü addım, emal mərhələsi. Bura artıq işin ən maraqlı yeridir. Həmin o xam, mənasız görünən rəqəmlər faydalı məlumata, hətta əmrə çevrilir. Bu məlumatlar bulud dediyimiz güclü serverlərə, yəni internet üzərindəki böyük kompüterlərə göndərilir. Məsələn, sistem orada analiz edir ki, otağın temperaturu 15 dərəcədir, bu çox aşağıdır və dərhal nəticə çıxarır. Kondisioneri isitmə rejiminə keçirmək lazımdır. Və nəhayət, dördüncü, sonuncu addım. Bütün bu avtomatik prosesdə biz hardayıq? Bax, burada. Telefonumuzdakı o sadə proqramlar, interfeyslər vasitəsilə biz bütün bu sistemi izləyə, idarə edə, istədiyimiz kimi dəyişə bilirik. Yəni, son söz yenə də bizdədir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Bütün bunlar real həyatda necə görünür? Gəlin indi bu texnologiyanın artıq həyatımızın bir parçası olduğu real, canlı nümunələrə baxaq. Əlbəttə ki, ilk ağla gələn ağıllı evlərdir. Təsəvvür edin, işdən çıxırsınız, evə çatmağınıza 15 dəqiqə qalıb, telefonla kondisioneri işə salırsınız. Və ya səhər evdən tələsik çıxanda, görəsən işığı söndürdüm, deyən narahat olmursunuz. Çünki sistem siz evdən çıxan kimi bütün işıqları avtomatik söndürür. Bax, bu IoT-dir. Sənayədə isə bu texnologiya sanki bir falçı kimidir. Zavodlardakı bahalı avadanlıqların sağlamlığını daim izləyir. Bir titrəmə, bir qeyri-adi səs, sistem dərhal xəbərdarlıq edir. Bu da o deməkdir ki, böyük bir nasazlıq olmamışdan, istehsal dayanmamışdan problemi həll etmək olur. Bu, milyonlarla dollarlıq qənaət deməkdir. Nəqliyyat və logistika. Burada da vəziyyət möhtəşəmdir. Yük daşıyan şirkətlər artıq görəsən malım haradadır deyə düşünmür, hər saniyə konteynerin harada olduğunu xəritədə görürlər. Şəhərlərdə isə ağıllı şıxforlar tıxacları azaldır. Bütün bunlar daha sürətli, daha səmərəli hərəkət deməkdir. Səhiyyə sahəsi isə bəlkə də ən həyati sahədir. Üzərimizə taxdığımız kiçik cihazlar, məsələn, ağıllı saatlar, ürək döyüntülərimizi, qan təzyiqimizi ölçüb birbaşa həkimimizin kompüterinə göndərə bilir. Təsəvvür eləyin, bu, xroniki xəstəliyi olan biri üçün nə deməkdir? Bu, həyat qurtara bilər. Və bütün bu elementləri bir araya gətirəndə nə alınır? Ağıllı şəhərlər. Enerjiyə qənaət edən və yalnız hərəkət olanda tam yanan küçə işıqları, yalnız dolu olanda gəlib boşaldılan zibil qabları. Bütün bunlar şəhər həyatını hamımız üçün daha rahat və səmərəli etmək üçündür. Əlbəttə, hər yeni və güclü texnologiya kimi əşyaların internetinin də medalın iki yüzü var. Gəlin indi bu məsələyə obyektiv yanaşaq, həm üstünlüklərinə, həm də çatışmazlıqlarına baxaq. Üstünlükləri göz qabağındadır, deyilmi?
Hər şey avtomatlaşır, bu da bizə vaxt və pul qazandırır, insan səhvlərini minimuma endirir. Amma gəlin o ammaya baxaq. Milyardlarla cihazın internetə qoşulması hakerlər üçün yeni bir qapı açır. Bu çox ciddi bir kiber təhlükəsizlik problemidir. Və təbii ki, bütün bu cihazlar bizim haqqımızda məlumat toplayırsa, o məlumatların məxfiliyi necə qorunur? Bu da çox vacib bir sualdır. Beləliklə, yekunlaşdırsaq, demək olar ki, IoT artıq qapımızı döyən bir gələcək texnologiyası deyil, o artıq buradadır, həyatımızın içindədir və təsiri də get-gedə daha da artacaq. Baxın, bu fikir əslində hər şeyi çox gözəl ümumiləşdirir. Əşyaların interneti idarəetməni təkmilləşdirir, istehsalı optimallaşdırır və insan həyatının keyfiyyətini yüksəldir. Ən son hədəf də elə budur, həyatımızı daha yaxşı etmək. Və bu, inanım ki, hələ başlanğıcdır. Gələcəkdə demək olar ki, ağlımıza gələn hər sahədə daha çox ağıllı cihaz və sistemlərin həyatımıza necə daxil olduğunu öz gözlərimizlə görəcəyik. Bütün bunlar isə bizi son və ən maraqlı suala gətirib çıxarır. Bəs sizin həyatınızdakı növbəti ağıllı əşya nə olacaq? Bəlkə də bir ağıllı avtomobil və ya evinizdəki hər şeyi idarə edən bir sistem, ya da bəlkə heç ağlınıza gəlməyən bir şey. Bu barədə bir düşünün.